8-ci fe'limiz speak. Speak danışmaq deməkdir. Məsələn, I can speak in English and in Arabic. Mən ingilis dilində və ərəb dilində danışmağı bacarıram, yəni danışa bilirəm. 9-cu fe'limiz come. Come gəlmək. For example, I can't come today. I can't come today. Mən bugün gələ bilmərəm. Sonuncu fe'limiz go. Go getmək deməkdir. Go. For example, məsələn, you have to go there. You have to go there. Sən ora getməlisən. Have to yəni məcburiyyət bildirir. Müdafiəlidir bildiyimiz kimi. You have to go there. Sən ora getməlisən. Dərslərimiz haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, 050 847 27 72 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, 12 yaşdan oğlan uşaqları qəbul etmirəm. Qız uşaqlarına isə fərq yoxdur. Cəzakallahu xeyran, Allah razı olsun. İnşallah növbəti postumuzda görüşərik. Əssəlamu aleykum və rəhmətullah.